Strategiya haqqında indiyə qədər bildiyiniz hər şeyi bəlkə də bir kənara qoymağın vaxtıdır. Gəlin, birlikdə elə bir yanaşmanı kəşf edək ki, rəqabət anlayışını demək olar ki, ləğv edir. Okey, gəlin başlayaq. Amma bir tapmaca ilə. Sizcə, ölməkdə olan, yəni hamının artıq bunun vaxtı keçib dediyi bir sənayedəki sirk necə olur da qəfildən qlobal bir nəhəngə çevrilir? Düşünün bir, bu sadə bir sual deyil, əslində bütün məsələnin açarıdır. Söhbət Cirque du Soleil'dən gedir və onlar həqiqətən ağlasığmaz bir şey etdilər. Sirk sənayesinin bilirsiniz, o bunlarsız olmaz dediyi hər şeyi, yəni o bahalı heyvan şovlarını, məşhur ulduz ifaçılarını, hamısını sadəcə ləğv etdilər. Bu, bildiyiniz bütün qaydaları alt-üst etməkdir. Onların məqsədi mövcud müştəriləri, yəni o uşaqlı ailələri bir-birindən almaq deyildi. Yox, onlar tamamilə yeni bir səhifə açdılar, yeni bir bazar yaratdılar. Hədəfləri kim idi? Teatrı, operanı sevən böyüklər, korporativ müştərilər və təbii ki, bu tam fərqli, daha zərif təcrübə üçün insanlar qat-qat yüksək qiymət ödəməyə də razı idilər. Yaxşı, bəs bu inanılmaz uğurun sirri nə idi axı? Onlar bunu necə bacardılar? Cavab çox güclü bir metaforada, bir bənzətmədə gizlənib. Qırmızı okeanlar və mavi okeanlar. Baxın, əksər şirkətlər demək olar ki, hamısı qırmızı okeanlarda üzür. Qırmızı okean nədir? Bu bildiyimiz bütün mövcud sənayelərdir. Burada qaydalar bəllidir, rəqiblər bəllidir. Rəqabət o qədər amansızdır ki, bazar payı uğrunda gedən bu döyüş suyu məcazi mənada qana bulayır. Yəni birinin məzanması üçün mütləq digəri uduzmalıdır. Başqa yolu yoxdur. Amma mavi okeanlar bura tamamilə başqa bir aləmdir. Burada məqsəd rəqibi boğmaq, onu məğlub etmək deyil. Məqsəd rəqabəti elə bir vəziyyətə gətirməkdir ki, o sadəcə əhəmiyyətsiz olsun. Yəni, siz tamamilə yeni, toxunulmamış, rəqibin olmadığı bir bazar məkanı yaradırsınız. Və rəqəmlərə baxanda hər şey aydın olur. Fikir verin, biznesə başlayanların cəmi 14%-i mavi okean yaratmağa çalışır, yəni çox kiçik bir hissəsi. Amma bütün mənfəətin, diqqət edin, 61%-i məhz bu kiçik qrupdan gəlir. Bu nə deməkdir? Bu o deməkdir ki, məsələ çox işləmək yox, ağıllı işləməkdir. Yaxşı, qulağa çox yaxşı gəlir. Amma sual budur. Bu mavi okeanları necə yaradırıq? Yəni bu strategiyanı hərəkətə gətirən o əsas qüvvə, o mühərrik nədir? Cavab dəyər innovasiyası adlanan bir anlayışdadır. Bilirsiniz, klassik biznes məntiqi bizə nə deyir? Deyir ki, seçim etməlisən. Ya məhsulunu fərqləndir, daha çox dəyər qat, amma bu zaman xərcin artacaq, qiymətin qalxacaq, ya da xərcləri kəs, ucuz ol, amma bu zaman fərqliliyi unut. Dəyər innovasiyası isə deyir ki, xeyr, bu seçimi etmək məcburiyyətində deyilsən. Əsas məsələ həm fərqliliyi təmin etmək, həm də eyni anda xərcləri azaltmaqdır. Yəni, söhbət sadəcə yeni bir texnologiya icad etməkdən getmir. Söhbət elə bir yenilik etməkdən gedir ki, bu, birbaşa müştərinin dəyər verdiyi şeylərlə bağlı olsun. Məqsəd, müştəri üçün dəyərdə böyük bir sıçrayış yaratmaqdır. Elə bir sıçrayış ki, insanlar val desin. Bəs bunu praktikada necə həyata keçirək? Bunun üçün çox sadə, amma bir o qədər də güclü bir alət var. 4 fəaliyyət çərçivəsi. Bu çərçivə bizə 4 dənə kritik sual verir. Sənayənizdə hansı faktorları tamamilə aradan qaldırmaq lazımdır? Hansıları azaltmaq? Hansıları standartdan qat-qat yuxarı artırmaq? Və ən əsası, sənayenin heç vaxt təklif etmədiyi nələri yaratmaq lazımdır? İndi gəlin başdakı o sirk tapmacasına qayıdaq. Cirque du Soleil məhz bu 4 suala cavab verdi. Baxın, onlar sənayenin ən çox xərc aparan şeylərini, o ulduz ifaçıları, heyvan şovlarını tamamilə aradan qaldırdılar. Bununla xərclər kəskin düşdü. Digər tərəfdən isə heç kimin ağlına gəlməyən şeyləri yaratdılar. Teatr kimi bir mühit, xüsusi mövzular, bədii musiqi, rəqs. Nəticə nə oldu? Həm misli görünməmiş bir təcrübə yarandı, həm də xərclər azaldı. Dəyər innovasiyası budur. İndi deyə bilərsiniz ki, yaxşı, bu sirk üçün keçərlidir. Bəlkə də sadəcə bir istisnadır. Amma heç də elə deyil. Bu yanaşma, bu düşüncə tərzi tamamilə fərqli sənayelərdə də möcüzələr yaradır. Götürək Yellowtail şərabını. O vaxtlar ABŞ şərab bazarı çox rəqabətli və biraz da sıxıcı idi. Onlar nə etdilər? Şərab mütəxəssislərini hədəfləmədilər. Onlar şərab içməyən insanlara hədəf aldılar. Yəni, pivə, kokteyl içənləri. Bütün o mürəkkəb, qorxuducu şərab germinlərini bir kənara atdılar. Sadə, əyləncəli, asan seçilən bir şərab yaratdılar və nəticə qısa zamanda bazarın liderlərindən biri oldular. Və ya başqa bir klassik nümunə.
Southwest Hava Yolları. Onlar özlərinə çox fərqli bir sual verdilər. Bizim əsl rəqibimiz digər hava yolları şirkətləridir, yoxsa maşınla səyahət edənlər? Bax, bu sual hər şeyi dəyişdi. Onlar başa düşdülər ki, əslində maşınla rəqabət aparırlar. Beləcə, təyyarənin sürətini maşınla səyahətin aşağı qiyməti və çevikliyi ilə birləşdirib, tamamilə yeni bir segment yaratdılar. Yaxşı, bu misallar, bu hekayələr çox təsirlidir. Amma gəlin əsas məsələyə qayıdaq. Bütün bunların bizim üçün, sizin üçün mənası nədir? Buradan özümüz üçün hansı nəticəni çıxarmalıyıq? Əslində, bütün bu yanaşmanın ana fikri strategiyanı yazanların özlərinin də dediyi kimi çox dərindir. Rəqabəti məğlub etməyin yeganə yolu rəqabəti məğlub etməyə çalışmağı dayandırmaqdır. Bir anlıq bu cümlənin dərinliyi haqqında düşünün. Yəni, getdikcə kiçilən bir piroqun bir dilim uğrunda qanlı mübarizə aparmaq əvəzinə bu yanaşma deyir ki, get özün üçün tamamilə yeni bir piroq yarat. Bu bizi öz sənayemizin o görünməz sərhədlərindən kənara boylanmağa, o darısqal, rəqabət dolu yerdən çıxıb, sonsuz imkanların olduğu yeni bir məkana addım atmağa dəvət edir. Və bu da bizi yekun bir suala gətirib çıxarır bir düşüncəyə. Yaxşı, bəs siz öz işinizdə, öz layihənizdə, hətta öz karyeranızda rəqabəti bir anlıq unudub, tamamilə yeni bir şey yaratmağa başlasanız, nə olardı? Sizin mavi okeanınız harada gizlənir? Bu barədə düşünməyə məncə həqiqətən də dəyər. Dinlədiyiniz üçün çox sağ olun.